İrad tutmağı üzrə tənqid, mən onu qəbul edirəm. Amma deyirsiniz ki, papuqay danışsın, ya sən danış. Papuqay da indi evə daxil olub da, pəncərə açıq olub, girib yazır. Necə onu tutub döyməyəcəm, qovmayacam ki, yaşayır da, o da siyasətdədir də, danışmaq istəyir. Neyim, ağzını bağlayayım. Bax, bu qədər. İkincisi də ki, deyirsiniz ki, Azərbaycan dili sərbəst danışmırsınız, azad danışamırsan, rahat danışamırsan. Bəli, 4 dil bilirəm, 4-ünü də bərpa haldadır. Yəni 4-ünü də sərbəst danışamıram. На русском тоже плохо говорю, и на армянском, и так. Но знаю. Может быть, lучше знаю. Ola bilər yaxşı biləm, amma çətinlik çəkər. Onu da bir başqa bir məktəb keçmişəm. Ona görə də belə də olmalı da tanıyım. Amma dili İngilisi bilsəydim, İngilisi də əlbəttə İngilis dilində danışardım. Düşmanın dilini bilin. Yəni düşmanın dilində mən onu otuzdururam. Deyə bilirəmsə böyük şeydir. Yəni bunların dilində məsəl üçün rus dilində bu satqınlardır, bu alçaqlardır, hamısı bunların cavabını əlbəttə o bilmək lazımdır, pis deyil. Yəni biri var Azərbaycan dilini çox gözəl danışaram, amma nə xeyir. Mən ona görə deyirəm, yəni bu rus dilindəki danışırdım. Bu axır 15 ildir mən Azərbaycanca biraz başlamışam yaxşı danışmaq. Ona görə ətrafda ruslar, ermənilər oldu. Şəhərimizin o İrəvan şəhərində ki böyümüşəmsə, İrəvanda bilirsiniz ki, Türk şəhəridir. Biz oranın xozeynləriyik, sahibiyik. Amma indi onlar gəlmişdilər, ruslar gətirdirdi, köçürtdü, dövlət yaratdı və çoxlu onlar təşkil elədi. Ona görə də daha işimiz onlardan keçirdi. Oxumaqdır, işləməkdir. İndi dövlət yaradıb ruslar. İmperiyada. Ona görə də bax, deyəm ki, ermənilərlə, ruslarla, ümumiyyətlə mən işdə də, oxumaqda da, yəni o dildə deməli danışırdım. Bax bu qədər. Yəni Azərbaycan dili evdə danışırdım. Amma indi çıxıram, işə girirəm, dərsə girirəm, bunu küçədə ermənilərdir. Vəssalam erməni ilə danışırıq. İndi biz çox az idik. Yəni bizimkiləri məhv elədilər. 20-ci ildə dövlət yarananda İrəvan şəhərini ümumiyyətlə təmizlədilər. 47-də ümumiyyətlə təmizlədilər. O 400 min Azərbaycanlı ki, qaçqın gəliblərsə, o bütün Qərb Azərbaycanın bütövlüyündədir. Amma şəhərin mərkəzində çox az idi. Ona görə də düzdür, bizdən çəkinirdilər, nə edilər, o da bir siz ona nağıl kimi danışsan, nağıl kimi sizə görsənər. Ona görə bax, bu dili də mən bilmişəm. Başqa ölkələrdə alimidir, siyasətçisidir, bilmirəm kimidir. Bax, bu dillə cəzalandırmışam. Yəni bu dili. Pis də danışsam, amma cəzalandırmışam. На русском всех сажал на место, и на армянском. Хотя сегодня на армянском, на русском очень плохо говорю. Ona görə bax bunu biləsiniz ki, deyirsiniz ki, niyə sərbəst danışmam? Səbəbləri çoxdur. Mən durub ona vaxt lazımdır danışmaqda. Bir də ki, o yenə də deyirəm, öz dilimi biləydim ki, durub onların qabağında belə qalaydım pis vəziyyətdə. Yəqin ki, millətə, dövlətə xeyir olmazdı. Amma indi o dilləri bilirəm, əlbəttə dövlət üçün də xeyirdir. Dövləti təmsil etmişəm, milləti təmsil etmişəm. Bu elə belə deyil axı. Bunu kim deyə bilər? Yox, düz eləməyibsən, düz deyilsən, səhvsən, Azərbaycan dili danışırsan, belə elə. Yəni siz 50 il qabaq məni görsəydiniz, başqa cürə yəni sual verərsiniz. Yaxşı, bax, bu qədər. Yəni, istədim o fikri çatdıram. Yəni, biləsiniz, niyə? Deməli, bu bir nəfər də deyir ki, bəs İrəvandan necə oldu? Qaçıblar, gəliblər Azərbaycanlar. Qardaş, qaçıb gəlməyiblər. Yəni, bunu, bax, belən ki, bu generallar var idi. Mən orada dedilər ki, bilirsin, var, idите Sumqayıdım, razbiliyiz. Yəni, başa saldılar, o 88-in daha oktyabr aylarıdır.
il qurtarır, elə oldu ki, evləri dəyişdik. Bakı, Moskva. Yəni biz indi rayonlarda başlamışdılar baş kəsməkdir, öldürməkdir, amma şəhərdə e, dəyə bilmirdilər. Yəni bəlkə də Tanrı elə məsləhət bildi ki, hamı ermənilər Bakıdan gəldi İrəvana. İrəvandan da Bakıya getdilər. Yəni abmen oldu, evləri dəyişmək oldu. Hə, bax belə dəyişdik. Hə, bu qədər. Yəni o soruşurlar ki, necə olub, qaçıb gəliblər belə də. Qaçmaq olmayıbdı, məcbur ediblər, çıxmışıq. Yəni da dövlət onlarındır. 20-ci ildə Ermənistan dövləti yaratdılar Azərbaycanda və əlbəttə onlarla oturub durursan, eləyirsən, onların dilində danışırıq, eləyirik və onlar da yəni məcbur elədilər çıxartdılar. Yəni silah verdilər, yox bizə. Nə silah veriblər, nə də dəstək olublar. Heç kəsin hamı deyir çıxıb gəldilər. Ha, bir tərəfdən gəldilər, ermənilər çıxdı getdi. Da ermənilər də qalsaydı Bakıda laf. Ha, ona görə yəni deyirsiniz ki, necə oldu? Silahla ermənilər qırırdı Azərbaycan. Bilirsiniz, Ruslar silahlandırmışlar. Bunlar etiraf edirlər. Bu generallar, Lebedlər, Roklindir bunlar. Ona görə yəni biləsiniz, belə deyil ki, Azərbaycan qarşı müasir Rus deməli silahları ilə biz qalib gəldik Azərbaycana, o Roklin deyil. Ermənilər də arxadan deyir baş kəsilmişlər. Yəni bu Roklin deyir ki, biz silahsız Azərbaycanlara qalib gəlmişik, silahsız. Nə İrəvanda Azərbaycanlara vermişlər, nə də Qarabağda bir silah var. Bax bu qədər. Yəni, istədim deyəm.